Salam olsun əziz və böyük Türk millətimə, salam olsun Mustafa bəy sizə və MGTV izləyicilərinə. Son Suriyada olan olaylar Türkiyəmizə qarşı İsrailin tutduğu dəngə politikası və hərbi güclə, hədə-qorxu ilə danışması, Amerikanın arxasına alması, bunu hər kəs görür və hər kəs bilir. Dəfələrlə demişik, orada da Türkmen qardaşlarımızın, Türkmen millətinin, 5,5 milyon Türkmen millətimizin siyahıya alınmaması, sayılmaması və buna da heç bir Türk dövlətlərindən heç kimin səsi çıxmaması çox acınacaqlı bir vəziyyətdir. Ancaq bu son gelişmədə, baxın, əgər Türkiyə Amerika Birləşmiş Ştatlarının dediyilə İsrail konusunda Suriyada baş verən hadisələrdə, son baş verən hadisələrdə geri addım atarsa da bir dəfə Suriyada Türkiyənin heç bir Türkiyənin varlığı olmayacaqdır. Buna qarşı heç bir geri addım atmaq lazım deyil. Suriyada üslərimiz mütləq qurulmalıdır, şərtdir, qaçılmazdır. Və buna da qarşı Əhməd Əşər adı Çolaniyə qarşı İsrail daha da qorxula gəldi. Əgər Türkiyə izin verərsənsə də səni vururuq. Ola bilsin ki, yaxın günlərdə, yaxın zamanlarda o ola bilər. O Çolaniyə qarşı sui-qəsdlər də ola bilər. Çünki o da qalıb iki ordunun ortasında. Çünki o diplomat deyil, dövlət adamı olmayıb. Onu hamı bilir. Ona görə bu siyasətçi deyil. Buna nə deyirlər, onu deyir. Amma bura diqqət etmək lazımdır. Suriyada biz Türkmen qardaşlarımızı, Türkmen köylərinin hamısında Türk okulları açmaqla Türkmenləri orada təşkilatlanmalıyıq, ocaqlarını qurmalıyıq, hamısını birləşdirməliyik və bir-birindən sıx əlaqələrdə olmalıdırlar. Hər şeydə hazır olmalıdırlar. Biz də orada Türkmenlərimizi yalnız buraxmamalıyıq. Bu, İsrailin Suriya politikasında, dəngəsində onlar Türkiyənin olmağını istəmir. Biz də Türklər olaraq, biz də Suriyada öz üslərimizi quraraq, Türkmen qardaşlarımızı qoruyaraq və Suriyada əsas şərtlərdən biri də odur ki, ərazi bütövlüyünü əgər qoruya bilirsək, bu İsrailin planlarını darmadağın edir. Ancaq yox, buna qarşı başqa bazarlıqlar gedərsə də, əfsuslar olsun ki, bəzi Türk dövlətləri bu günlərdə son Güney Kipris Rum kəsimindən etdikləri bazarlıqlar Avropa Birliyinin 12 milyard dollara ekonomi çıxarlarına pul buraxmaları bu paranın nəticəsində Türk dövlətləri təşkilatını bölürlər, parçalayırlar artıq. Bunu anlamısınızmı? Türk dövlətlər təşkilatı yenidən zirvə toplantısı dərhal yığılmalı və böyük bir proje qoymalıdır. İlk öncə də bunu deyim ki, bizim Türk Dövlətlər Təşkilatı nəyə görə bu gündədir? Çünki ideologiyası, bir proqramı yoxdur. Bayrağın yanında durub poz verməklə Türk Dövlətlər Təşkilatı olmaz. Bugün birimiz başqasını öz çıxarları üçün, qoltuğu üçün, iqtidarı üçün, para üçün satırsa da, yarın onu da satacaqlar. Bu da bunu satacaqdır. Hamısı bir-birini satacaqlar. Və sonra da təşkiləyərək hər birimizi işğal edəcəklər. Hər birimizin başına problem gələndə, onda kimsə qardaş deyib çağırmasın. Allah'a əmanət olun. Tanrı Türk'ü qorusun və ucaltsın.